Gözəl Azərbaycanımızda qədimi qalaların biri Şeyvər qalasıdır. Bu tamaşalı qala Qaradağ mahalında yer alıbdır. Bu məntəqənin qisməti asarlar əsasında 2000 il qabağa qeydir ki, rivayətlər əsasında da bu məntəqə daha qədimidir. Bu qalanın ucalığı 2500-dən üstədir. Bu ucalığa sahib olmağa xatir tüm ətraf yollara, məntəqəyə işrafiyyəti var. Buranın karbordu demək olar nizami və pənahgahı idi. Və bunu da deməliyəm ki, hətta son zamanlaracan bu qala işlənirdi. Əmir Ərşəd zamanında bura özünə görə səngərgah idi. Biz indiki bu qalanın əsli yerində əsli surunduyuq. Bir qismi qalanın fənni lahazdan sarı uçmalatı ilə işlənir, bir qismi də xoşqəçinlik olur ki, bu qala iki yerə bölünür. Bu qala bir qabaq qismi var, bir arxa qismi vardı.